Salam balaca rəssamlar və rəssamlığa maraqlananlar, bu günləri icmalda atdığınız şəkillərin sonuna qədər baxdım. İndi bilmirəm, bu videoyu mən çəkəndə yəqin 1-2 nəfər də atmış olar 100%. Amma bitirdim. Bəziləri məsələn uşaqlar deyirlər ki, mənim çəkdiyim şəklə baxmamısınız. Eybi yoxdur. Elə bir şey olubsa, uşaqlar mənə təzədən yenə ata bilərsiniz. Yəni mən yenə baxacağam. Ola bilər mən bir qarışıqlıq yaratmış ola bilərəm. Videonu editləyəndə nəsə problem yaranmış ola bilər. Normal bir şeydir. Amma siz yenə atın. Ki mən mütləq yenə baxacağam da, yəni. Və çox da söhbət uzatmadan ilk şəklimizə baxırıq. Səmim müəllimə adım Dəryadır, 16 yaşım var. Mənim çəkdiyim bu əsər Qarabağ Zəfəri gününə həsr olunub. Yəni qürurla paylaşıram. Afərin bizimə. Ümid edirəm ki, mənim şəklimi də paylaşarsınız və qiymətləndirərsiniz. Əlbəttə ki, niyə də? Mən bu işdə yəni yumruğu daha çox bəyəndim və bayraq çox qəşəng, realist işləmişsən. Və burada çox qəşəng bir detay var. İmzanı harda çəkmişlər gördünüz? Yəni tam da ön plana qoyub da imzanı. Afərin, xoşuma gəldi. Salam müəllimim, mən Məhəmmədli Məryəm, 13 yaşım var. Necədir? Manifest qızlarından Zoqtayı çəkib, yəni Zeynəbi, qəşəngdir. Amma quzum, sən 13 yaşın var, tələsmə portret çəkməyə. Çox qəşəng işləmişsən. Afərin, əllərə sağlıq, gözləri cordu saçları ilə. Yəni o mavi saç görəndə avtomatik manifest qızı Zoqta yada düşür. Çox da qəşəng işləmişsən əslində. Amma dediyim kimi hissələrlə çək. Əslində 13 yaşlı sərhəd qoymaq məncə düzgün deyil. Amma əgər ruhdan salmaq istəmirsənsə, özünü öyrənmək istəyirsənsə, dediyim qayda ilə hissələrlə çəkməyə başlaya bilərsən. Amma əllərə sağlıq. Salam müəllimim, necəsiz? Necə olub? Mit Suri və Obanoyi çəkmişəm. Abonoyi. İndi mənim maraqlıdır. Abonoyi kim? Üzrü sərşarmış. Abonoyi kimdir? Mit Suri kimdir? O mənim maraqlıdır. Amma qurmayın çox qəşəngdir. Mən ümumiyyətlə hansını bəyəndim? Roz bir saçlı olanı daha çox bəyəndim. Çünki çox hərəkətli görsənir və çox qəşəng. Əslində belə təsvirlər çəkmək çətin uşaqlar. Dedim, hər videoda deyirəm, deməyə davam edirəm. Həqiqətən çox maraqlı görsən və görürəm ki, rəngləmədə biraz problem yaşamısan. Onu da eləsəm, işin necə olar? Perfect o, yəni çox qəşəng olar. Salam müəllim, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bir başqa çəkdiyim rəsmi paylaşırdım. Rəyiniz mənim üçün çox önəmlidir, çox vacibdir. Əvvəl sizin portretinizi mən işləmişdim, ayı ilə falan deyil. Sonra isə sübut etdim. Bildim hansı uşaqdır. 16 yaşım var, kimya mühəndisliyi olmaq istəyirəm. Dizayner falan olmaq istəmir demişdi. İşinə baxmazdan əvvəl bunu deyim ki, uşaqlar, elə təsvirlər olur ki, mən də müəllim olaraq araşdırıram, baxıram, AI proqramları, yəni ChatGPT-dən də istifadə etdiyim olur. Amma nə məqsədlə? Məsələn, sual vermişəm, bu nədir, bu nədir? Bu məqsədlə getirib də digər uşaqların elədiyini deyirəm. Atır, əl işini ChatGPT-dən bir tər onu işə belə düzəliş elətdirir, sonra təzən atır. Mənə bunun bir mənasını biri başa salsın. Kimə, yəni burada mən əməyi göstərməyə çalışıram. Az yaşlı uşaqların necə bu dövrdə telefondan biraz uzaqlaşıb praktiki işlə məşğul olmalarını görmək daha mənə xoşdur. Yəni aldatmaq falan belə şeyləri indi o yaşda əl atmaq mənə yaxşı bir şey deyil. Mən də baxan kimi bilirəm və çox sağ əgər mən yəni portretimi işləmişdim. Mənim üçün bu tam başqa bir şeydir. Rəsm yəni bir rəssamın portretini çəkib ona hədiyyə etmək və ya onu göstərmək tam başqa bir şeydir. Amma dediyim kimi belə uşaqlar da var və görməyə də davam edirəm və susmuram. Sadəcə deyirəm ki, uşağı başa salmaya çalışıram müəyyən bir dillə. Çünki xoş deyil. Mən özüm heç vaxt bir AI proqramı, İnanırsınız, filtrdən belə nadir hallarda istifadə etmişəm. O da ki, şəkil qaranlıq olub, onu qabağa çatmaq üçün ağartmışam. Ondan başqa bir şey eləməmişəm də. Yəni götürüb bunu ayda düzəliş, elə bunu elə. Nə lazımdır axı? Bir rəssamsansa, inkişaf elətdirmək istəyirsənsə, o mənada özünü göstərmək istəyirsənsə, o başqa bir məsələ. Nə bilim, sadəcə bunu demək istədim. Xoş bir şey deyil. Və əl işində çox qəşəngdir. Bu iş mənə Caravaggio-nu xatırladır. Caravaggio-da birisi uşaqlar işıq kölgənin, yəni ustasıdır. Yəni şam imini, o şamı görəndə o yadıma düşür. Çox da qəşəngdir. Sadəcə bunu da vurulmaq istədim həqiqətən. O ay məsələsi, proqramla Pinterestdən atıb mənə göndərənlər var da, yəni Instagramda. Heç xoş deyil həqiqətən. Söylədilər müəllimə necədir? Deyirəm, həmin süperdir. Salam müəlliməm, mən Nəhmətli Məltəm. Biri Nəhmətli Məryəm və biri Nəhmətli Məltəm. Bacısınız, ya da hər soyadın eyni olanda ağlıma gələn bacısınız və ya başqa qohumsunuz ümumiyyətlə.
Bu deyir ki 11 yaşım var, video qoya bilərsiniz. Əlbəttə ki, qoya bilərəm. Ay Allah, bu nə şirin göbələkdir belə. Şirin babanın evinə oxşayır. Şirin baba yox, ümumiyyətlə şirinlərdə o minnət göbələk evlər var. Ona oxşayır, çox şirindir. Ələvə sağlıq, quaşla işləyirsə qəşəng. İnşallah. Məntəmin digər işi hansı idi? Təzə atmışdı. Keçən video uşaqlar yaddaş süperdən, indidən məndə yaddaş pozulmur. Aha, digər işimizə baxaq. Salam, müəllimə, rəngli əl işlərimi də atdım. Sizcə necədir? Fikirləriniz də dəyərlidir. Zəhmət olması, yəni deyərdiniz zəhmət olmasa deyil. Uşaqlar, mən burada bu son atdığımı əsas eləmişəm, amma o rəngli atdıqlarını da atmışam. Rəngli atdıqların biz həmişə müəllimlərimizlə Pinterest proqramında vitraj işləmək üçün o iş nümunəsini atmışıq. Yəqin o proqramda işləmişəm. Amma əl işində daha çox, o əli daha çox bəyəndim, daha qəşəngdir. Proqramla işləyənləri mən nə demirəm, ayda bu əl işi deyil, bunun üzərinə zəhmət çəkməmişsən falan demirəm qəti. Amma mənə daha çox belə karandaş qələmlə işlənən işlər daha maraqlı gəlir falan belə. Amma qəşəngdir, əl işində çox qəşəngdir. Orada söhbət dava da gedir, oradakı ay proqramı söhbəti, bu qızımızdan digər qızımız var idi başda. Qırıblar bir-birlərini orada. İstədim yazım, dedim yox. Bilmirəm də kim düzdür, kim haqlıdır, amma uşaqlar, əgər eləmişsinizsə, sakitlik çox şey dedi. Lazım deyil şeylər. Bir-birinizi incitmək heç lazım deyil. Əgər görürsünüzsə, onun müəyyən dilinə başa salmaq mümkündür. Uğurlar hər birinizə. Bir sözlə, əl işlərinizlə bir-birinizi sübut edin. Heç kimə özünüzü sübut etmə məcburiyyətinizdə deyilsiniz. Danışmaq düzgün deyil də burada. Çünki uşaqsınız, hələ yaxşını və ya pisinin nə olduğunu indi öyrənirsiniz. Ona görə mən də sizə bir yol göstərən müəlliməniz olaraq deyirəm ki, heç vaxt öz əməyin olmayan bir şeyi mənim əməyim kimi göstərməyə çalışın. Çünki heç bir mənası yoxdur həqiqətən. Unudulur gedir. Hətta insan öz əziyyəti çəkdiyi bir şeyi ön plana qoyanda ona qədər dəyər vermələri qaldı ki, belə. Nəsə çox həssas hissələrdir. Aha, Asifin əl işini görürük. Aha, bir qadın əli, bir kişi əli görürük. Qırmızı lent, bir dəqiqə. Qırmızı lent hansı ölkənin fəlsəfi şeyidir? Fəlsəfi, yəni Çinlilərdə idi deyəsən. Deyirlər ki, bu kader ipi deyirlər tabi, türklər demişkən. Gör bu qırmızı iplər nə qədər daralırsa, həmin o şəxs də sənin yəni taleyində kim yazılıbsa, o sənə o qədər yaxındır falan. Onu xatırlatdım mənə. Çünki bir filmdə də görmüşdüm təzə. Yəni hər kəsin göv var imiş də. Bu Çinlilər də qəribə bir şeylər fikirləşir. Necədir? 16 yaş. Necədir? Yaş 16. Erişdiyə açıram. Belə, mən də belə işlərlə gələm. Deyir ki, mən erişdiyə açıram. Mənim bugün səfərimi deyim falan. Amma quzumuzun mən YouTube kanalında izləyirəm. Təzəcə qabiliyyət imtahanından çıxıb, məqbulunu da alıb, çox da gəlişli işləri var. Yəni əhsən. Portretli məcmuaları daha çox bəyəndim. Belə də davam et. Həqiqətən belə gəncləri görəndə çox özümdə sevinirəm. Mən də sizdən biri. Nə bilim, çox qəşəngdir. Əllərə sağlıq. Və kimdir ümumiyyətlə o? Onu da yazardı şərhlərdə. Belə davam et. Həqiqətən heç vaxt şəkil çəkməkdən, özünü inkişaf etdirməkdən dayanma. Uğurlar sənə bir daha quzum və hansı universitetə düşdün, kollec, universitet fərq eləmir. Hara düşdün, kommentdə yazarsan. Hələ avqust ayıdır. İnşallah şad xəbərlərlə də sevindirərsən. Sən müəllimə necəsiz? Mənim 11 yaşım var. Bu şəkilləri 1-2 il əvvəl çəkmişəm, bundan əvvəl çəkmişəm və bunları videoya paylaşsaq çox sevərəm, niyə də paylaşmayım. Aha. Ayda, bir də bir şey fikir verdim. Fikir versəniz, ördəklərin biri yuxarıya baxır, digəri aşağıya baxır. Nəyə görə? Bir qurd, həşərat yuxarıdadır, bir ilbiz də aşağıda. O bir də ki, bunu mən yeyəm, onu sən yersən. Yəni, hərəsi bir hədəfə fokuslan. Nəsə fəlsəfi fikir var burada. Məncə başa düşdünüz. Amma çox qəşəngdir, əllərə sağlıq, bəyəndim. Burada qəşəng bir ideya var. Başa düşənlər, az yaşlılar bilməz, amma müəyyən yaş olanlar başa düşər mi? Əladır. Salam müəllimə, necəsiz? Buyurun, rəsmlərim, yaş 14. Çox qəşəngdir axı, Tiger. Yəni bəbir çox qəşəngdir. Mən də çəkmək istəyirəm. Özdə bu aralar trend var. Bəbirlə bağlı. Çox mən onu istəmək istəyirəm. Çox qəşəng istəyirəm. Sən əsas onda gözləri çox qəşəngdir. Salam müəllimə, necə alınıb? Aha. Dinaranın işidir bu. Bax, bu işdə mən gözlərə fikir verdim. Gözlərdə o bilik hanı, Dinara. Bilik önəmlidir. Amma belə iş, burun olsun, dodaq olsun, saçlar olsun. Yəni o çox qəşəngdir də, mütəşəm bir aura, baxışları olsun.
Sadəcə bilikli bir dənə minus toxundursaydın, əlbəttə ki, sən daha da yaxşı işlər işləyə biləcəksən. Amma bu işi mən çox bəyəndim həqiqətən, əllərə sağlıq. Necə olub öz fikrimlə çəkmişəm. Bir dəqiqə xarı bülbülə butanı birləşdirib qəşəng elədi aslında. Biraz da detallara fikir versəm, məncə çox da qəşəng logo tutuşu ola bilər, çox qəşəng. Salam müəllimə, bir müddətdir izləyirəm. Çox maraqlı gəldi videolarınız. Mən də çəkdim. Çox maraqlı gəldi. Evet, nəysə bir şəkli paylaşmaq istərdim. İnşallah daha çox insan sizi kəşf edər. Uğurlar. Çox sağ olun, sənə də uğurlar inşallah. Oo, gözəl nə qəşəngdir. Çox gözəldir. Animenin gözləri çox qəşəngdir həqiqətən. Biz əllərinə də fikir ver, amma fokus gözlə. Hər dəfə animelərə fikir versəniz, gözlər qapalı olur. Çox da diqqət çünki orada olur. Bunda da sən eləmirsən, amma əlləri biraz incəldə bilərsən. Xəticənin işinə baxırıq, 12 yaş. Çox şirin daxil bu ev. Qıraqdakı qulaqcıqlı oğlan da qəşəngdir, amma evdə daha istilik var, şirinlik var. Salam mənim 10 yaşım var, kursa getmədim. Heç bəzilərini proqramlarını, təsəvvürləri özüm eləmişəm, özüm çəkmişəm. Neçə bal verərsiniz, sizcə kursa getməliyəm. Bax, bu kursa gedib getməməyim səndən uzun asılıdır. Hansı peşəni seçirsənsə, ona əsaslan ya da sadəcə özünü inkişaf etdirmək üçün də gedə bilərsən. Bu sənə asılı bir şeydir. Mən indi məsələn desəm kursa get, tam başqa bir şey olacaqdı. Yəni sən özün əgər istəyirsənsə və valideynlərin də deyirsə, hə mən get gedə bilərsən. Özünü inkişaf etdir deyirsə, okey, gedə bilərsən. Amma işində çox qəşəngdir. Naturmortu daha çox bəyəndim. Əgər kursa getməzdən əvvəl özündə baza yaratmaq istəyirsənsə, bol-bol naturmort işlə. Və əl proqramla işlədiklərini qoyacağam burada. Çox da qəşəngdir həqiqətən. O hansı proqramdır, onu da mənə yazarsan, deyimlər. Ümumiyyətlə şərh bölməsində mənə də maraqlıdır. Bəlkə digər uşaqlara da maraqlıdır. Salam gözəllər, gözəl müəlliməm. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Necə alıb? Necə olub müəllimi? İnşallah bəyənərsiniz. Necə bəyənməyim uşaqlar? 23 şurada görürəm. Bir il əvvəl mən də 23 idim uşaqlar yaş olaraq. Vaxt nə tez keçir. Geyim çəkib. Geyim çox maraqlıdır ya. Elhamdülillah deyək. Və imzan daha çox maraqlıdır məncə. İmzan daha çox qəşəngdir. Son işimizə baxırıq. Salam müəllimə, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Mənim adım Arzudur. Bu şəkilləri bu il çəkib, yəni bu il çəkib. İnşallah yaxşıdır. İnşallah yaxşıdır. Deyir ki, çox şəkillər var. Sizə ata bilərəmmi? Əlbəttə ki, ata bilərsən quzum. Yəni no problem. Hələ də bu seri davam edəcək bölüm olaraq. Mən hətta bunu icmalda deməyim, playlist əlavə edəcəm uşaqlar səliqə ilə. Yəni neçə dənə bölüm eləmişik, ona da baxacağam mən ki, görsün, bayağı eləmiş olardı. Hamısını düzələcəm orada və biraz səliqəyə salacağam playlisti. Həm də dərs baxımından müəyyən şeyləri də əlavə edəcəm uşaqlar. Yəni oradan rahatlıqla digər videoları tapa bilərsiniz axtardığınız. Deyir, bunu da oxuduq. Sizin kimi məni tanımaq çox xoş olur, şadam deyir. Mən də uşaqlar sizi tanıdıqca həqiqətən sayımız artdıqca daha da sevinirəm. Fikirləriniz, əl işləriniz olsun, tam fərqlisizdir. Yəni hərəniz bir dünyasız. Bizə onu birləşdirən kainatda. Hazırlığa getməmişəm, haçan başıma düşəndə çəkirdim, amma sizin kanal deyib görəndə marağım artdı. Məqsədimiz də budur. Nə qəşəng, sizi çox sevirəm mən də həqiqətən. Bax bu sözlərindən fəth elədim də öcə. Burada yerin hazırdır, hamınız elə. Yaş da 10 yaşında yazıb. Bax işin, bax kim? Uşaqlar. Pablo Picasso'nun bir sözü var. Deyir ki, uşaq ikən mən Rafael kimi çəkərdim. Amma uşaq kimi çəkməyi, öyrənməyi isə bir ömrümü çəkdi. Yəni ömür boyu bununla şeylik və hansı işinə oxşatdım? O sülh göyərçini var, ona belə o vibe'dadır, çox qəşəng, maraqlıdır və məncə də çox qəşəngdir. Bəli uşaqlar, demək olar ki, icmaldakı şəkilləri qurtardıq məncə. Amma mən videonu editləyəndə və ya başqa bir şey eləyəndə yəqin ki, 1-2 nəfər atacaq. Deyəcək ki, bəs mən hamısına baxmışdınız. Uşaqlar o qədər də sürətli çəkib videonu editləyib şey eləmək olmur da. Yəni o mümkün deyil hələ ki, mənim adımda. Yəni bəlkə başqaları eləyə bilər. Amma dediyim kimi, hər 2 gündən bir çalışacağam, videonu atacağam və siz də əl işlərinizi atmaya davam edin. İnkişaf edək bir yerdə. Bu yay bilirəm, artıq yay bitir mənim üçün, hamınız üçün, amma mən bu bir ayda çalışacağam ki 30 videonu atım sizə. Artıq 10 neçə gündür dalbada video atmaya davam edəcəm və hətta bəlkə də bir gündə 2 video gələcək, dərs videosu ona görə atacağam.
qoy bir ay bayağı bir inkişaf elətdirək özümüzü. Digər videolarda görüşənədək hələlik mən sizi çox sevirəm. Rəsm çəkməyə və yaratmaya davam edin. Çünki hamınız gözəl bir rəngsiniz.